Müəllimlik peşəsi ən yüksək qiymətə layiq olan peşə. Müəllim. Deməli, ölkə başçısının bu yaxınlarda videosunu paylaşdım. Təhsilin inkişafı ilə bağlı, müəllimlərin sosial vəziyyətinin yaxşılaşdırılması ilə bağlı sərəncamlar filan bu məsələ ilə bağlı. Yəni ölkə başçısının bütün dövlət qurumlarının yuxarı səviyyədə diqqətindədir. Ölkədə təhsilin səviyyəsinin qalxması, yüksəlməsi. Bəli, çünki inkişafa gedən yol elmlə, biliklə, beyinlə, şuurla. Və burada da ki, əsas rolu oynayan təbii ki, müəllimlərdir. Keçən dəfə İsmail rayonunda, Ucqar bir dağ kəndində bir müəllimlə söhbət edirəm. İdrisov Supan. Mən müəllimi bir dəfə qeyd eləmişəm. Mənim inkişafımda, aydınlamamda böyük rol olub. Sağ olsun. Rus dili müəllimidir. Sonra ikinci təhsil, yenə ikinci dəfə ali təhsil artırıb. Və indi də Azərbaycan dili ədəbi. O mənə çox kömək eləyib. Müəllim təşəkkür edirəm ona, sağ olsun. Etimologiya, dilinin etimologiya, yəni sözün Azərbaycan dilin. Mənə bir söz demişdi ki, bax, məsələn, müsəlman, l-m-n, samitlərin arasına saitlər qoyursan, məsələn, müsəlman, İslam, bax, bu sözlər əmələ gəlir. Bunlar ərəb dilindən dilimizə köçən sözlərdir. Sonra da demişdi, n-m-z, məsələn, samitlərin arasına sait qoyursan, məsələn, namaz, zaman, bunlar fars dilindən dilimizə köçən sözlərdir. Çok sağ olsun, burada o məni izləyən var, o kənddən, bizim kəndimizdə olan adamlar. O adam deməli uşaqlar hazırlayır evində və hazırladığı uşaqların hər biri də ali məktəbə qəbul oldu. Hər biri. Adam həyazan keçirdir. Uşaq instituta yerində uşaq kimi həyazan keçir. Görəsən nə oldu, görəsən. Sadəcə bundan zövq alır və ona sual verirəm ki, bəs bax, necə eləmək da bu inkişaf, müəllimlər və bu təhsilin səviyyəsi filan. Yəni bu bizim yaralı yerimizdir ki, bax yenə deyirəm, adam müəllimdir. Birincisi maaşı az. İkincisi bu kapitalizm, bu elə bir şərait yarattı ki, müəllim qalıb stol aşağı başında 3-cü sinifə qədər oxumuş biri, pulları oradan buradan pul gelib, haza dəyib gəlib, müəllim qalıb qıraqda, o 3-cü sinifə qədər oxuyanı, bir dənə Məkkəyə gedib, gəl adamı keçirib oturdu yuxarı başda. Həci keç bura, həci, filan şey nətər oldu. Müəllim qalıb qıraqda. Əlbəttə ki, səviyyə düşməlidir. Və deyir ki, mən nə istəyərəm? Mənim maddi. Əgər mənim bilim ki, kəndçi adamdır da, kənddə qaz gəlmir. Odunum gəlsin, oyun bu pul, mən yəni tələbatlarımı ödəmək üçün o aldığım maaş ödəsin, bir dənə adamdır, bir dənə işləyən evdə. Mən nə iş görürüm, mənə nə lazımdır? Mən istəyirəm ki, bu oxusun, yəni Sovet dövründə böyümüş adam da özü oxuyub təhsil savadı ilə istəyir ki, oxusun hamı. Deyirəm ki, kənddə uşaqları hazırlayır, heç neçəyə dəhşət, yəni havaya və uşaqların hamısı da girir. Neçə uşaq bizim kənd son dövrlərdə yəni demək olar ki, onun sayəsində hazırlanmış hər bir uşaq üstə qəbul olur. Yəni adam tam mənasında mükəmməl uşaq hazır. Və bunun kimi çoxdur bizim rayonlarda. Yəni sadəcə problem nədir? Müəllimin bu yəni hörmət kapitalizmdə, ifrat kapitalizm, ifrat dənizdə. Pulludur hörmətli olan. Halbuki məsələ pulluğun hörmətindən getmir. Hər kəsi prezidenti belə müəllim hazırlayır. Tüm məmurları müəllim hazırlayır. Orta məktəbdə müəllim, ali məktəbdə müəllim. Yəni götürəndə hər kəs müəllimə borcludur. Hər kəs. Amma biz nə edirik? Müəllim adı hardadır? Mən utanıram ha. Mənə də işte bir ara deyib. Deyim ki, deməyim mən müəllim nədir? Mən müəllim sözünü m hərfinə layiq deyiləm. Amma kimlər ondan zövq alır? O ada layiq olmayan insanlar ondan zövq alır. İndi kapitalizmdir. Bu başa düşdük də. Məsələn, İstəndiyar adam deyir ki, mən şirkət qurmuşam, alimləri gətirəm, maaş verirəm, fikirləşir. Başa düşür. Amma ona müəllim demək düz deyil. Adam etiraf edir ki, mənim təhsilim yoxdur, savadım yoxdur. Sən onu niyə müəllim deyirsən? Gedirsən adam, məsələn, servisika satıb, biznes qurub özünə, nə bilim, biri bazar, işdə əcəb edir. Halal da ona. Amma ona sən müəllim deməli deyilsən. Müəllim adını yəni heç nə də, yəni dəyərsiz bir şeydir. Bununla bağlı mən bilmirəm. Mən anlaşıb bilmirəm. Bu barədə nəsə deyə bilmərəm. Yəni nəsə bir, amma bir qərar olsa ki, bu statusa layiq olanlar, bu adı daşıyan adama məmurdur, məsələn öz adı var. Sovet dövründə yoldaş deyildiyi, nə bilim, indi bir ad desinlər, necəsə müraciət forması olsun. Amma müəllim nədir? Müəllim böyük addır. Böyük. O məndə gəl. Hara görsən müəllim. Qapıda axıran dayanıb, müəllim, olar içəri. Olar ya olmaz. Belə şey olar ha. Belə yəni bu hər şey addan başlayır da. Kimisə bir adına biraz lav eləsən, elə salsa adını,
Ya başın xarabdır sən, neysən ha? Ay görsən, onların da adı odur da. Onların da adı odur. Yazıb durur qıraqda baxır ki, gelib məsələn xəstəxanaya uğrayır, gör ki, mühafizəçi durub qapıda, gəlcanıdır müəllim olar içəri. Başa düşürəm, o da insandır. O hər kəs vəzifəsinin məhkəməsində adı var da, adı. Bu adı qazanmaq üçün da əziyyət çəkməlisən, zəhmət çəkməlisən, insanlara təhsil verən, insanları ali məktəbə hazırlayan, insanlara işıq verən, təməl qoyan adamın da adı müəllimdir. Ona da müəllim desinlər. Və onun gözünün qabağında, məsələn, ne bileyim, 3. sınıfa kadar okumuş birine de. Ya bu ne kadar insaflıdır ve düzdür. Her şeyde alttan başlayır. Bir adam bir vəzifənin mi diye, bir insanın mı diye, her şey adı çıktısa, adı onun çalı çıksa onunla yaxşıdır. Yani adı hörmətdən düştüsə, vəzifəsi, işi, peşəsi hörmətdən düştüsə, özü də hörmətdən düşmüş sayılacaq. Ona görə bununla bağlı da dövlət əmzal çəksə, dövlət qurumları, yəni aidiyyatı orqanlar yaxşı olar. Müəllim sözünü, bu müəllimi qaldırmaq lazımdır bu cəmiyyətdə, hörmətə mindirilmək lazımdır. Bu müəllim məsələsini, bu süpürgə pulu səviyyəsinə salmaq lazımdır. Müəllimi qaldırmaq lazımdır, öz yerinə qaldırıb, müəllim öz yerində olduğu zaman bu cəmiyyət düzələcək. Yenə çünki ona görə ki, hər kəsi o stola müəllim hazırlayıb, təməlini qoyub. Müəllim bu qədər böyük adamdır.